Gəlin bu videomuzda əbob və əkob haqqında danışaq. Əbob və əkobun nə olduğunu bilirikmi? Onların hərfi mənasının izahını bilirikmi? Gəlin əvvəlcə hərfi mənası ilə tanış olaq. Əbob dedikdə əbob ən böyük, ortaq, bölən sözlərinin ilk baş hərfinin deməli birləşməsindən əmələ gəlib. Baxın. Ə, B, O, B. Əbob. Bəs əkob sözü? Əkob ən kiçik, ortaq, bölünən deməkdir. Bölünən. Baxın. Ə-k-o-b. Əkob. Qayda olaraq belə deyirik ki, verilmiş ədədlər, tutalım bizə ədədlər verilib. Həmin ədədləri bölə bilən ədədlər içərisində hamısını birdən bölə bilən, yəni hamısını bölə biləcək ədədlər içərisində ən böyüyünə əbob deyirik. Belə təkrar edirəm. Tutalım bizə, indi burada AB yazmışam. Burada 4 dənə də ola bilər. ABC də ola bilər. Həmin bu verilən ədədlərin hər birini bölə bilən ədədlərin ən böyüyünü tapırıq. Bu əbob olur. Burada bizim tapdığımız, natural ədədlərdə tapdığımız əbob və əkob tam ədədlər olacaq. Bunu yaddan çıxarmayaq. Yəni, müsbət tam ədəd olacaq. Gəlin, əbob və əkobun necə tapılmasını gözdən keçirək. Onları tapmaq üçün biz əvvəlcə verilmiş ədədlərin hər birini sadə vuruqlarına ayırmalıyıq. Sadə vuruqlara ayırma nə idi bəs? Sadə vuruqlara ayırma, yazdıq, sadə vuruqlara ayırma nə idi? Ədədi sadə vuruqların hasili şəklində göstərmək idi. Gəlin misallara baxaq. Tutalım bizdən soruşur ki, 12 ilə 18-in əbobunu tapın. Elə bunun əkoblarını da tapa bilərik. Əbobu necə tapırıq? Əvvəlcə hər iki verilmiş deməli vuruq ədədləri, hədləri sadə vuruqlara ayırırıq. Deməli 12 2-yə bölünür 6, 6 2-yə bölünür 3, 3 3-ə bölünür 1. 18-i də ayıraq. 2-yə bölünür 9, 3-ə bölünür 3, 3 də 3-ə bölünür 1. İndi nə edirik? Sadə vuruqların hasili şəklində yaza da bilərik. Bu vuruğu olduğu kimi saxlaya da bilərik. Yəni, daha testlər işləyən zaman daha tez olsun deyin. Baxın, bu şəkildə. Eyni ortaq vuruqları hansıdır? Ortaq sadə vuruqlar daha doğrusu. Baxın, burada 2, 2. Başqa varmı? 3, bir də 3. Bu şəkildə aşağıda yəni, qeyd edib də yazmaq olar. Baxın, bu 2, 2. Belə edilə bilərik. 3, 3. Əbob nədir? Ortaq, sadə vuruqların hasili. Yəni, əbobu taparkən verilmiş ədədləri sadə vuruqlarına ayırırıq. Onların hər hansı bir həddini götürüb, birini götürürük ya, hamısını birdən vurmuruq. Birini götürürük. Tutalım, 18-i götürdüm. 12 ilə ortaq həddi hansılar idi? 2 və 3 idi. 2 və 3, 6 illədir. Qayda olaraq belə deyirik. Verilmiş ədədlərin əbobunu taparkən ortaq sadə vuruqların qüvvət üstünü minimum yazırıq. Daha doğrusu, minimum deyəndə ən kiçik yazırıq. Yəni, baxın, burada 12-də və 18-də ortaq sadə vuruq hansıydı? 2 və 3 idi. Bu 12-də ortaq vuruq 2-də 2 üstü 2-dir. Amma 18-də 2 üstü 1-dir. Baxırıq, hansı ən kiçikdirsə, onu götürürük. Baxırıq, 2 üstü 2-nin qüvvəti çoxdur. Ən kiçik olan hansıdır? 2 üstü 1. Burada 2 üstü 1 götürüb yazdıq bura. Sonra 3-ə baxırıq. 3-də də eynidir onsuz da. 3 üstü 1 budur. 3 üstü 1 də elə ikisi də, üzr istəyirəm, burada da varmış. 3 üstü 1 buradadır. 3 üstü 2 buradadır. Baxırıq, 1 azdır yoxsa 2? Təbii ki, 1 azdır. Deməli, götürərkən də bu hesablayarkən 3 üstü 1-i götürəcəyik. Burada yazdıq 6. Yəni, bu şəkildə də tapa bilərik.
Hədlər 2 dənə olanda asan olur. Çünki asanlıqla tapırıq, birini götürürük, vuruqlara ayırırıq. Amma ola bilər ki, sizdə 3 dənə hədd, 4 dənə hədd olsun. Bəzi sadə vuruqlar, məsələn, 4 dənə ədəd verilib, ikisi 2 dənə həddə oxşar, sadə vuruq, yəni eyni sadə vuruq var, o birilərdə yoxdur. Onda biraz çaşa bilərsiniz. Ona görə həmin bu dediyim ikinci qayda, baxın bu qayda daha doğru, düzgün, dolğun şəkildə, yəni əbobu ifadə edə bilən qaydadır. İndi gəlin həddi çox olan ədədi, yəni bir neçə dənə ədədin əbobunun tapılmasına misal göstərək. Onda siz məncə daha yaxşı başa düşəcəksiniz. Bir də burada yoxlamağı unutdum. Baxırıq. 12 və 18-in deməli əbobu 6-dır. Tapdıqca 6-dır. Baxaq görək həqiqətən bölürmü 12 ilə 18-i? Yəni ən böyük ortaq bölən olaraq. 12-ni 6-ya bölsəm 2, 18-i də 6-ya bölsəm 3 qalır. 2 və 3. Görürük ki, 2 və 3-də, yəni alınan qismətdə yenə də ortaq heç nə yoxdur. Deməli, əbobumuz doğrudur. Elə bir hal ola bilər ki, siz məsələn taparsınız, diqqətsiz olarsınız, məsələn 2-ni götürərsiniz sadəcə. Böləndən sonra görərsiniz ki, məsələn 6-9 qalar da əgər ki götürsək çaşıb. Görək ki, axı 6 ilə 9-u əlavə 3-də ortaq var. Hə, onda yenidən yəni səhvimizi düzəldə bilərik. İndi yeni bir misala da yenə təkrar baxaq. Onu da qeyd edeyim ki, yəni baxın bu ağaclı bölmənin üzərində olan daha praktikdir də, daha tez olur. Amma kitab qaydası ilə daha düzgün şəkildə, yəni baxın bu ifadəni götürürük. Baxın bu qaydanı götürürük. Amma testlərdə, test işləyərkən sizə zamanın tez olması üçün, yəni birinci daha cəld olur. Amma adətən açıq tipli testlərdə düşərsə, yazılılarda ikinci qayda olmalıdır. Yəni əvvəlcə nə edirik? Sadə vuruqlara ayırırıq. Sadə vuruqların hasili şəklində baxın bu şəkildə göstəririk. Daha sonra görürük qüvvət üstləri ən minimum əbobu tapırıqsa, ən minimum deyərkən yenə ən kiçiyi. Burada ola bilərdi ki, bizə 3 üstü 2, 3 üstü 1 yerinə verərdi ki, yəni elə bir hədlər verilərdi ki, 3 üstü 4, 3 üstü məsələn 8 olardı. O zaman ən kiçik qüvvəti ən kiçik olan hansı vardı? 3 üstü 4. Onda 3 üstü 4-ü gətirib burada əbobun yerinə qoyub hesablayacağıq. Sonra 2-də 12 mi? Yəni bu şəkildə. Keçək indi 3 hədli misala görək orada necə həll edirik. Deməli, əbob 30, 24 və 50-nin əbobunu tapırıq. 30-u da sadə vuruqlarına ayırdıq. 32-yə 15 bu şəkildə yazmışam. Daha vaxt az getsin deyə. Baxırıq, indi nə edirik? İndi ola bilər ki, baxın, elə ola bilər ki, 2 dənə verilmiş ədəddə ortaq vuruq daha çox olsun. Yaxud da, baxın, bunun ikisinə bir baxsaq, yaxud 24-dən 50-yə bir baxsaq və ya 30-dan 50-yə təkcə bir baxsaq, ortaq vuruqlar fərqli ola bilər. Biz əgər bizə 3 dənə hədd veribsə, biz elə bir vuruqlar, sadə vuruqlar tapmalıyıq ki, hər üçündə olsun o vuruq. Məsələn, mən 5-i götürsəm, baxın, 5-i götürsəm, 50-də və 30-da var. Amma 24-də varmı? Baxırıq ki, yoxdur. Deməli, biz bunu götürmürük. Ortaq vuruq olaraq, sadə vuruq olaraq götürmürük. Və yaxud da, baxım görün, başqa varmı? Hə, başqa yoxdur. Ola bilər, məsələn, bax, hə, yox, başqa yoxdur. Hə, var. Baxın, 3. 24-də də var 3, 30-da da var 3. 50-də varmı? Xeyr, yoxdur. Gəlin indi baxaq. Deməli, hər üçündə ortaq olanları tapmalıyıq. Sadə vuruqların hasili şəklində yazın, daha düzgün olsun. 30-un sadə vuruqları necə oldu? 2 vurulsun 3, vurulsun 5. 24 necə oldu? Baxırıq. 2-nin qüvvəti necə olacaq? 3 dənə 2-miz var. Deməli, 2 üstü 3 vurulsun 3-ə. Sonra keçdik 50-yə. 50-də necədir? 2 üstü 1-dir, vurulsun 5 üstü, neçə dənə 5 var? 2 dənə, 2. İndi gəlin, baxın, misalda baxaq. Elə bu, necə deyim, bu sadə vuruqlara ayrılan sizə daha rahat görürük. Belə də aşağıda da baxa bilərik. Baxın, görürük, ortaq vuruq hansıdır? Birinci 2-ni götürək, 30-dakı 2-ni götürək, yoxlayaq görək. 2, 2, 2 var. Bax, görürsünüz? Var. Üçündə də eynidir. 2-ni dəqiq götürək, gəlin, bura yazaq. Amma qüvvətini hələ bilmirəm. Sonra 3-ə baxırıq. 30-un 3
sadə vuruğuna. İkinci sadə vuruğuna 3-ə. 3 hər üçündə varmı? Xeyr, yoxdur. Baxırıq 5-ə. 5 hər üçündə varmı? Baxırıq ki, yoxdur. 50-də var, 24-də yoxdur. Deməli, yerdə baxırıq, o üçünə də ortaq olan heç bir sadə vuruq yoxdur. Bəs 2-nin qüvvətini necə tapırıq? Biz dedik ki, baxırıq görək üstlərdə. Yəni, bax, bunu görürsünüz, burada 1-dir, burada 1-dir, qeyd edeyim, daha rahat olsun. Sadə vuruğu tapdığım ortaq sadə vuruğu 2. Gəlin də baxaq, açılışda görək. Ən aşağı hansındadır? 2 üstü 1, 2 üstü 3, 2 üstü 1. Ən kiçik qüvvət üstü asıdır, 2 üstü 1-dir. 2 üstü 1 də elə bizə 2-ni verir. Əbobumuz deməli 30 ilə 24 və 50-yə əbob 2-dir. İndi gəlin əkobun tapılmasına baxaq. Burada səhv yazdım. Əkobunu tapanı necə edirik? Yenə sadə vuruq bizim əsas qaydamız. Sadə vuruqlara ayırma mütləqdir. 12-ni 2-yə böldük 6, 6-nı 2-yə böldük. Onu da qeyd edeyim ki, yəni bəzən testlərdə baxırıq ki, bu niyə ədədlər verilməyib, biz sadə vuruqlara ayıra bilmədik, bunu necə hesablayacağıq? Onları hesablanması tamam başqadır. Üzr istəyirəm. Onları hesablanması tamam başqadır. Nəyə görə tamam başqadır? Necə tamam başqa? Yəni testdə şərt verə bilər ki, bizə əkobla, yəni əbobun məsələn qiymətləri verir. O düsturlar şəklində hesablanmadır. İndi ikinci videomuzda da onu sizə izah eləyərəm. Yəni hər dəfə sadə vuruqlar ayırma təbii ki, önəmlidir. Əgər ədədlər verilibsə, amma bəzən şərtlərdən asılı olaraq dəyişə bilər. Yəni ədədin hasilini verər. Onda düstur necə tapırıq? Əbobun yəni 2 ədəd verib, 2 və ya daha çox fərqi yoxdur. Ədədin hasili, onların əbobundan əkobunun hasili düsturu var. Yəni bunlardan istifadə edərək tapırıq. Gəlin əvvəlcə əkobun 12 və 15-i tapaq. Nə etdik biz? Deməli, sadə vuruqlarına ayırdıq. Sadə vuruqların hasili şəklində qeyd etdik. Gəlin indi ortaq sadə vuruqları tapaq. Əvvəlcə ortaq sadə vuruqları tapmalıyıq. Baxırıq, 12 ilə 15-in ortaq sadə vuruğu bircə dənə 3-dür. Əkobun düzgün, dolğun qaydası bu şəkildədir. Biz verilmiş ədədləri sadə vuruqların, baxın, hasili şəklində göstərdikdən sonra həmin bu sadə vuruqların üstləri, qüvvətlərinin ən böyüklərini götürüb bir-birinə hasilini tapacağıq. Necə? Baxın, 12 ilə 15-də sadə vuruqlar hansıdır? 2-dir, 3-dür, 5-dir. 2 üstü, deməli, 2-nin ən yüksək qüvvəti hansıdır? Elə təkcə burada var da, 2 üstü 2-dir. 2 üstü 2 vurulsun. Baxırıq sonra başqa sadə vuruq hansıdır? 3. 3-ün ən yüksək üstü qüvvəti hansıdır? 1-dir. Birdən başqa, yəni məsələn, burada aşağıda 2 olsaydı, əgər 2-ni götürəcəkdik. Amma 1 olduğu üçün elə özünü yazırıq. Sonra baxırıq, başqa sadə vuruq hansıdır? 5. 5-in də minimumunu, elə bir dənə 5 olduğu üçün onsuz da 1-dir üstü də. Hesablayırıq, neçədir? 4-ü vururuq 3-ə 12, 12 də 5-ə 60. Əkobu 12 ilə 15-in 60-dır. Testləri işləyərkən rahat, yəni bu üsulu yadınıza saxlayın. Testləri işləyərkən isə, məsələn, sadə vuruqlarını ayırdım, ortağı da görürəm onsuz da ki 3-dür. Məsələn, bir həddi götürürük, ixtiyari fərq eləmir. Ədədin birini götürdük, digər verilmiş ədəddə ortaq olmayana vururuq. Cavab çıxır. Tərsinə deyək, bax 12-yi 5-ə vurduq 60. Və yaxud da 15-i götürdüm, digərlərdə ortaq olmayanlar hansıdır? 2 və 2. 2 dənə 2 var. 4, 15-ə vurdum 60. Amma daha dolğun, düzgün qaydamız hansıydı? Baxın bu. Sadə vuruqlara ayırırıq. Həmin sadə vuruqların ədədi, yəni sadə vuruqların hasili şəklini qeyd etdik. Sonra nə edirik? Verilmiş, tapdığımız bu sadə vuruqlar var idi. Onların üzərində qüvvətlərində, yəni ən yüksək olanları bir-bir yazırıq. Əgər burada 2 olsaydı, biz yenə onsuz da 2 üstü 2-ni götürəcəkdik. Bunun heç bir mənası olmayacaqdı. Başqa bir test misala da baxaq. Nə edirik? 6-nı sadə vuruqlarına ayırırıq. 24-ü sadə vuruqlarına ayırırıq. 9-u da sadə vuruqlarına ayırırıq. 1. Sonra onları sadə vuruqların hasil şəklində qeyd edək. Bizə daha rahat olsun. 2 üstü burada neçə dənədir? 3 dənə vurulsun 3-ə.
Səliqəsiz oldu biraz. 9 bərabərdir 3 üstü 2-yə. Baxırıq. Qırmızı eləyim gözümüzdə daha yaxşı qalsın. Deməli, sadə vuruqlar hansılardır? 2-dir, 3-dür, burada 2-dir, 3-dür, burada da 3-dür. Hamısında demək olar ki, o sadə vuruqlar 2 və 3-dən ibarətdir. Baxırıq. 6-da 2 sadə vuruğunun üstü qüvvət üstü, digərlərinə də baxırıq. Ən yüksək hansıdır? Baxırıq. Burada 2 üstü 1-dir, burada 2 üstü 3. Buradan 2 üstü 3 hop götürdük. 2 üstü 3 vurulsun. Sonra sadə vuruq, 3 sadə vuruğu var. 3-də ən yüksək hansıdır? 3 üstü 1 budur, 3 üstü 1 budur. Bunları qoy işarələməyim. 3 üstü 2 ən yüksəyidir. 3 üstü 2-ni gəldik, qeyd etdik. Hasilini tapanda 2 üstü 3 8, 3 üstü 2 9. 8-də 9-a vurduq. Neçə elədi? 72-yə. Əkobumuz 72-dir. Necə tapırdıq? Əbobu və əkobu təkrar edək. Əbobu taparkən. Deməli, əbob nə idi? Ortaq, sadə vuruqların ən kiçik qüvvəti. Əkob nə idi? Bütün sadə vuruqların ən böyük qüvvətləri. Bu videoda deməli, əbob və əkobun necə tapılmasına, hərfi mənası ilə tanış olduq. Növbəti videoda əbob və əkob üçün bəzi vacib düsturları qeyd edəcəm.